Bunları sənə maman öyrətməyibsə, mən bugün sənə öyrədəcəyəm. Birincisi, kimsə sənə hansısa xəyalı var və ya nəyəsə olmaz deyirsə, ona veriləcək cavab budur. Sənə olmaz, mənə isə olar. İkincisi, kimsə sənə görünüşünlə bağlı çirkinsən, orangutana oxşayırsan və yaxud da kökəlmisən və s. deyirsə, veriləcək cavab budur. Tam da sənin kimi. Xüsusən də qızlar üçündür bu üçüncü öyrədəcəyim şey. Əgər hansısa kişi səni manipulyasiya eləməyə çalışırsa və yaxud da səni özündən daha zəif göstərməyə çalışırsa, səni aşağılamağa çalışırsa incə-incə yumorla, ona deyiləcək sözsə budur. Məndə əsl kimliyinlə manipulyasiyasız və maskasız özünə qarşı sevgi, rəğbət və hörmət oyada bilməyəcəyini çox yaxşı bilirsən və bunu mənə indi etdiyi manipulyasiyalarla isbatlayırsan dəfələrlə. Mənə yanımda güclü kişi lazımdır. Mən hörmət eləyirəm özünə güvənən, maskalarına ehtiyac olmayan kişilərə. Və əgər sən maskana güvənirsənsə, bil ki, mən sənin maskana güvənərək ömrü boyu yaşamaq istəmirəm. Dördüncüsü, kimsə sənə pis baxıram deyirsə və yaxud da sənin etdiyin nələrəsə pis baxdığını ima eləyirsə, ona belə etmək lazımdır. Əlinizi ağzınıza tutursunuz, yuxarıdan aşağı bu şəkildə baxırsınız və deyirsiniz: mən də sənə pis baxıram, özdə 100 dəfə daha artıq. Bəli dostlar, utanc, ayıb, yazıqlıq kimi bir çox duyğular sizə imkan vermir ki, özünüzə qarşı dayaq oyadasınız, daxilinizdə avtoritet fiqur formalaşsın və özünüzü hər situasiyada qoruyasınız, öz işlərinizi böyüdəsiniz, potensialınızı açasınız, ən gözəl, ən xoşbəxt həyat ssenarinizi qurasınız. Nə qədər ki, daxilinizdə bu avtoritet fiquru yoxdur, o qədər də özünüzə olarlar deyə bilmirsiniz, özünüzə icazə verə bilmirsiniz və bu avtoritet fiquru bugündən daxilinizə yarada bilmək üçün aşağıda ödənişsiz bir praktika qoymuşam sizlərə.